Çox sağ olun, hörmətli Ziyafət müəllim. Əvvəla mən indi sizin son dediyiniz cümlə ilə qətiyyən razı deyiləm. Çünki nə cür müraciət eləyəcəksən, o cür qarşılığı olacaq. Kiminsə hansısa bir vəzifədə oturması, o ədəb qaydalarına heç bir aidiyyəti yoxdur. Qarşılıqlı qaydada əməl olunmalıdır və bütün millət vəkilləri də bir-birinə hörmət eləməlidir. Mən belə qəbul edirəm. Mahiyyəti üzrə. Mahiyyəti üzrə. Mahiyyət bəllidir də, səhərdən mahiyyət üzrə danışır. Bizim hörmətli millət vəkillərimiz burada çox dəyərli çıxışlar elədilər. Hesab edirəm ki, məsələnin həm hüquqi, həm siyasi aspektləri ilə bağlı çox gözəl dəyərləndirmələr və çıxışlar oldu. Normal demokratik ölkələr öz qanunlarını beynəlxalq təsisatlara, dünyanın gəlişmiş ölkələrinə, demokratik inkişaf eləmiş ölkələrin qanunlarına uyğunlaşdırır. Azərbaycanda isə qanunlar insanlara uyğunlaşdırılır. Biraz bundan əvvəl referendum keçirildi. Biz onda da mövqeyimizi bildirdik və hesab edirik ki, həmin referendum İlham Əliyevin 2 dəfədən artıq seçilməsi üçün yolunu açmaq üçün qadağanın götürülməsinə xidmət edirdi. Biz o siyasi qiyməti demişdik. Bugünkü ombudsman haqqında qanuna, konstitusiya qanunu olan dəyişiklik Elmira Süleymanovanın önünü açmaq üçündür və onun təkrar seçilməsi üçündür. Həmin o 4-3 bəndi də o deyil, onu deyir. Bəli, başqa bir dostumuz, millət vəkili dostumuz Respublika baş prokurorunun da səlahiyyətlərinin, müddətinin, qadağanın götürülməsini və ömürlük seçilməsini istəyir. Birazdan bu parlamentə yəqin ki, çox qanuna əlavə dəyişikliklərin şahidi olacaq ki, bu və ya digər nazirlərin və yaxud komitə sədrlərinin və yaxud insanların hakimiyyətdə qalmasına xidmət eləsin. Və əgər günün birində görsəz ki, prezident seçilmə yaşı 35'dir, hansısa bir cavan oğlanın 30 yaşına çatmış perspektiv bir cavan oğlanın prezident seçilməsi siyasi dairədə, hakimiyyət dairəsində məsləhət bilinsə, 30 yaşdan o qadağanın 30 yaşa endirilməsi ilə bağlı konstitusiya qanununa dəyişiklik olunsa təəccüblənməyin və yenidən referendum keçirilmişsə təəccüblənməyin. Çünki bu hakimiyyətin mahiyyəti budur. Bu hakimiyyət qanunları insanlara, özlərinə uyğunlaşdırır və heç də yaxşı bir yerə getmir. Mən sizi inandırım. Baxın, burada dəfələrlə beynəlxalq qurumlarda tutaq ki, Azərbaycanın niyə tutaq ki, Obama adını yaxşılar sırasında çəkmədi, pislər sırasında çəkdi? Biz də bundan xoşhal deyilik, təbii ki. Amma niyə məsələn insan haqlarının